şəhidlərimizin adlarının əbədiləşdirilməsi problemi hələ də qalır, təəssüflə qeyd eləməliyik. Yəni, ən azı 3 şəhid ailəsindən ikisi bu məsələdən narazıdır. Bir çox hallarda şəhid adlarının əbədiləşdirilməsi üçün orden məsələsi şərt kimi irəli sürülür ki, sizin evladınız ordeni yoxdur deyə biz onun adını əbədiləşdirə bilmərik. Adının əbədiləşdirilməsi nə deməkdir? Heç kim tələb eləmir ki, mənim evladıma gətirin, Aynə Sultanovanın heykəlinin yerində heykəl qoyun. Hansı ki, siz də biz də bilirik ki, Aynə Sultanova bu vətənə, bu millətə xəyanət eləmiş insanlardan biridir. Amma şəhərin mərkəzində hələ də onun heykəli var. Eyni ilə də bir siyasi xadim kimi Nəriman Nərimanov mövqeyi Xalq Cumhuriyyətinə xəyanət mövqeyi olub. Amma bugün Bakıda ən böyük abidələrdən biri məhz Nəriman Nərimanovun abidəsidir. Və yaxud da bir çox adlar var, küçə adları var, meydan adları, məktəb adları var ki, bunlar hələ də Sovet dönəmində o Sovet quruluşuna xidmət etmiş, öz xalqına, vətəninə, millətinə xəyanət etmiş insanların adınla bağlıdır. Yəni, biz axı bu adları öz tariximizdən silib, daha şərəfli, daha şanlı müharibəmizin şəhidlərinin adlarını niyə verməkdə bu qədər çətinlik çəkir? Bir şəhidin, bir ailənin bir evladı varsa və onu şəhid veribsə, o evladın adını onun oxuduğu kənd məktəbinə verilməsində problem nədir axı? Onun bağçaya getdiyi bağçanın, baxın, bağça, uşaqlar üçün olan bağçanın bir şəhidin adına verilməsində problem nədir axı? O şəhidin yaşadığı balaca bir küçənin onun adına verilməsində problem nədir axı? O şəhidə hər hansı bir əlavə orden və medalların təltif edilməsi nədir axı? Bunlar heç bir o şəhidləri geri qaytarmayacaq. Heç bir o anaların qəlbindəki o kədəri, qəmi, qüssəni, o ailələrdəki çatışmazlığı yerini doldurmayacaq. Amma heç olmasa bir təsəlli olacaq. Heç olmasa dövlətin, dövlətimizin, millətimizin o ailələrə, o insanlara, o qurbanı verən insanlara bir qayğısının bir nümunəsi olacaq, göstəricisi olacaq. Yəni, burada söhbət heç də milyonlardan, mindən getmir. Milli qəhrəman adları, bəziləri məmurlar, belə deyək, dırnaqarası məmurlar, başıboş məmurlar bəzi şəhid ailələrinin qəlbini qırırlar. Deyirlər ki, siz pula görə istəyirsiniz ki, evladınıza ad verilsin. Birinci pula görə istəmir heç kim. O pul sizə qismət olsun. Yəni, o evladı, o söhbəti, o şəhid ailəsinə deyən məmurun balası şəhid olsun və o pul ona nəsib olsun, əgər belə yaxşıdırsa. Amma bu söhbət addan gedir. Əgər pula görədirsə, deyin, yaxşı, pul vermirik, amma o adları verin onlara. Nə bilim, milli qəhrəman, igidliyə görə, qəhrəmanlığa görə, indi müxtəlif orden və medallar var. Bunların verilməsi bir dəmir parçasının bu şəhid ailələrinə təqdim olmasına problem nədir? Ümumiyyətlə, şəhidlik statusu haqqında qanunvericilikdə kifayət qədər boşluqlar var. Bir şəhidin əgər anası, atası və həyat yoldaşı yoxdursa, onun bacısı, qardaşı, heç kim şəhid ailəsi statusu qazana bilmir.